Salam. Bugün qarından yaxa qurtarmağın ən tez üsulu barədə danışacağım. Qarından yaxa qurtarmaq üçün sizin böyük istəyiniz, nizam-intizamınız yetərli deyil. Bunun üçün metodika və strategiyanın olması vacibdir. Hamınızı xoş gördüm. Videomu bəyənib, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Beləliklə, birinci, keto diyetanın sağlam variantı. Keto diyeta karbohidratlardan az istifadədir. Yağlardan çox istifadə demək deyil. Bəs hansı yağlardan istifadə etməliyik? Məsələn, omega 6 yağ turşuları, qarğıdalı yağı, günəbaxan yağı, bunlar dərin texniki işləməyə məruz qalmış, rafinə olunmuş yağlardır. Bunlardan istifadə hətta şəkərin özündən də belə çox piyələnməyə səbəb olur. Ona görə də daha çox omega 3 yağ turşularına üstünlük vermək lazımdır. Məsələn, yağlı balıq növləri, zeytun və s. İkinci, göy-göyərtidən bol istifadə. Əgər bağırsaqlarınıza iltihab yoxdursa, göy-göyərtinin tərkibində kali, dəmir, müxtəlif qidalı maddələr, vitaminlər vardır. Göy-göyərti mikrofloramız üçün, xüsusilə bağırsaqların mikroflorası üçün çox xeyirlidir, qidadır. Və bu göy-göyərtidən istifadə etdikdə üzərinə 1-2 xörək qaşığı zeytun və yaxud da kətan yağı əlavə edə bilərsiniz. Üçüncüsü, interval aclıq. Mən gün ərzində bir dəfə qidalanmanın tərəfdarıyam. Bu, orqanizmi 23 saat müddətində öz yağları hesabını işləməyə vadar edən gözəl bir vasitədir. Və bu interval aclıq eyni zamanda orqanizmdə iltihabı da azaltmış olur. Və nəhayət məşqlər, xüsusilə də sürətli yeriş. Bunu hər gün edin. Siz sürətli yeriş vasitəsilə həm arıqlayacaqsınız, həm də stresiniz azalacaq. Stresin azalmağı isə yaxşı yuxu deməkdir. Yaxşı yuxu stres hormonu olan kortizolun səviyyəsini aşağı salır, boy hormonunu artırır. Bir nüans da dəniz duzundan istifadədir. Bəs siz arıqlamaq üçün nə edirsiniz? Fikirləriniz mənim üçün önəmlidir. Hamınıza təşəkkür edirəm. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.